Salam əziz abituriyentlər. Mən bugün sizə bu videoda OTK Biologiya 20 sınaq test toplusu 19-cu sınaq 1-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, bir polipeptid zəncirdə 2 qat rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının kütlələrinin cəmi bir peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının kütlələrinin cəmindən 6478 vahid çoxdur. Bu polipeptidi kodlaşdıran genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı ayrılan suyun kütləsini hesablayın. Əvvəlcə mən amin turşusunu başlayan, yəni bir qat peptid rabitə əmələ gətirən və 2 qat peptid rabitə əmələ gətirən amin turşularını yazdım. Demək, bilməliyik ki, bu başlanğıcda yerləşən amin turşusunun radikalsız kütləsi 74 atom kütlə vahidinə bərabərdir. Görürük ki, birincinin karboksil qrupundakı OH-la digərinin amin qrupundakı hidrogen birləşir və bu zaman 1 mol su ayrılır və bir peptid rabitə əmələ gəlir. Demək, OH-ın kütləsi isə 17 olduğu üçün 74-dən 17-ni çıxırıq, yerdə qalır 57. Demək, birincinin kütləsi 57-yə bərabərdir. Sonuncu amin turşusu, demək, amin qrupundakı hidrogenlə özündən əvvəlki amin turşusunu karboksil qrupundakı OH-la birləşir. Yenə də bir molekul su ayrılır və bir peptid rabitə əmələ gəlir. Demək, sonuncunun kütləsi 74 idi, radikalsız kütləsi. Hidrogenin kütləsini çıxırıq, biri bərabərdir 73 olur. Ortadakı, yəni 2 qat rabitə əmələ gətirən amin turşularının radikalsız kütləsi 74 idi. Buradan bir tərəfdən hidrogenin kütləsini, digər tərəfdən də OH çıxır. İkisi bir yerdə kütləsi 18 olur. 74-dən isə 18-ini çıxanda demək, kütlə qalır 56. Əvvəlcə başlanğıc və son amin turşularının radikalsız kütlələrinin cəmini hesablayım. 57-nin üzərinə 73 gəlirəm, olur 130. Bizdə də məsələ şərtində deyilir ki, 2 peptid rabitə əmələ gətirənlərin cəmi bir peptid rabitə əmələ gətirənlərin cəmindən 6478 vahid çoxdur. Bunun üçün yazıram 130 üstə gələk 6478, bu da olur 6608 atom kütlə vahidi. Demək, biz tapdıq ki, 2 qat rabitə, yəni 2 qat peptid rabitəsi, 2 qat deməyim, 2 peptid rabitəsi əmələ gətirənlərin kütləsi 6608-ə bərabərdir. Bu zaman 6608-i bölürəm 56-ya, yəni 2 peptid rabitəsi əmələ gətirən bir amin turşusunun kütləsinə. Tapıram ki, burada 118 amin turşusu var. 118-in də üzərinə 2 gəlirəm. Başlanğıc və son amin turşusunu. Bu olur 120 amin turşusu. Və bizdən transkripsiya zamanı ayrılan suyun miqdarını istədiyi üçün biz 120 amin turşusunu vururuq 3-ə, olur 360 nukleodid. Bildiyimiz kimi su isə nukleodidlərin sayından bir vahid az olur. Çıxırıq 359 mol su. Və suyun kütləsini istədiyi üçün 359-u vururuq 18-ə, yəni 1 mol suyun kütləsinə. Bu da olur 6462. Yəni doğru cavabımız olur Y variantı.